Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Söhbətimiz dost evindən olacaq. Bu dostumuzun evi yaradıcı düşüncələrin, istedadların və fərqliliklərin bir araya gəldiyi, hər kəs üçün açıq olan, səmimiyyət və istilik dolu bir məkandır. Burada sənət var, yaradıcılıq var, ən əsası isə insanlara verilən dəyər var. Qapısı daim açıq olan bu ev qonaqlı Qaralıdır. Gələnlər böyük bir ailənin üzvünə çevrilir. Ünvanı Qarabağ olan bu məkan həm də böyük bir mənəvi yük daşıyır. Bəli, bugün Qarabağdakı dostlarımızla yanaşı könüllü dostlardan da xəbərimiz olacaq. Azərbaycanda könüllülük hərəkatının miqyasına təkan verən gənc dostlarımızın sayı artmaqdadır. Bu və digər xəbərləri birbaşa ünvanından Dost TV-dən Mehri Qurban bizə çatdıracaq. Hər vaxtınız xeyir Mehri. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və izləyicilərinizi Dost TV-nin studiyasından salamlayıram. İndi isə həftənin sosial xəbərlərini sizə çatdıracağam. Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən ötən dövrdə ümumilikdə 1650 şəxs peşə hazırlığı kurslarına cəlb olunub. 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Bərdədə yerləşən mərkəzdə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir. Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində önəmli rol oynayan Könüllü Dost proqramına cəlb edilənlərin sayı artıq 8000-ə yaxındır. Könüllülər dost mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, məlumatlandırılması, elektron sistemlərdən istifadə və s. işlərdə köməklik göstərərək dövlət sosial xidmətlərinin bir pəncərədən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiqinə başlanan robotik terapiya xidmətlərinə ötən dövrdə 2500 şəxs cəlb olunub. Robot reabilitasiyası xidməti dayaq, hərəkət və sinir sisteminin sağlamlıq vəziyyətinin diaqnozu və müalicəsində tətbiq olunur. Nazirliyin sosial məlumatlarının idarə edilməsi mexanizmi layihəsi Singapurun GovInsider təşkilatının Festival of Innovation Awards 2026 müsabiqəsində Digital Society Awards kateqoriyası üzrə Special Mention mükafatına layiq görülüb. Layihə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemi əsasında qurulan innovativ idarəetmə modelini, sosial məlumatların inteqrasiyası və analitik əsaslı qərar vermə mexanizmlərini özündə ehtiva edir. Bəli xanım, bizim bu həftəlik çatdıracaqlarımız bu qədər. Sağ olun, salamat qalın. Təşəkkür edirəm. Bizimlə birbaşa bağlantıda Dost TV-dən Mehri Qurban idi. Bugün Qarabağ Dost Evinin vətəndaşlar üçün açdığı imkanlardan danışacağıq. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ Dost Evinin şöbə müdiri Kamran Kamranlı studiyamızın qonağıdır. Kamran müəllim, xoş gəlmisiniz, xoş gördük sizi. Xoş gördük. Dəvətinizə görə təşəkkür edirəm. Bu, Obyektivin Qarabağ Dost Evinə həsr olunan ilk buraxılışıdır. Fəaliyyətlə bağlı suallarım çoxdur. Öncə ondan başlayaq ki, Qarabağ Dost Evinin missiyası nədən ibarətdir? İlk sualınız olduqca bizim fəaliyyətimiz istiqamət üzrə çox yaxşı sual oldu. Qarabağ Dost Evinin missiyası Qarabağ bölgəsində inklüziv cəmiyyətin qurulmasına töhfə vermək, bölgədə inklüzivliyin təşviqi üçün işlər görmək, həmçinin yaradıcılıq potensialı olan şəxslərin, yəni həssas ailə qrupundan olan vətəndaşlarımızın yaradıcılıq potensialını üzə çıxarmaqdır. Bildiyiniz kimi Qarabağ Dost Evi Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin tabeliyində fəaliyyət göstərir və Bərdə şəhərində Qarabağ Regional Dost Mərkəzində yerləşir və 2025-ci ilin yanvar ayından ilk qiymətləndirmə komissiyası keçirilmişdir Qarabağ Dost Evində və fəaliyyətimiz həmin gün yanvar ayından 2025-ci ilk yanvar ayından başlamışdır və hal-hazırda davam edirik. İstərdim benefisiarlarla bağlı məsələyə də toxunaq. Nə qədər benefisiarınız var və bu benefisiarların seçimi necə həyata keçirilir? Bizim benefisiar sayımız 106 nəfərə çatmışdır və bizim Qarabağ Dost Evinə müraciət həssas ailə qrupuna olan vətəndaşlarımız Qarabağ Regional Dost Mərkəzlərinə və Qarabağ Regional Dost Mərkəzinin tabeliyində olan filiallara
və həmçinin Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinə vətəndaşlarımız müvafiq sənədləri təqdim etdikdən sonra bütün müraciətlərə fərdi qaydada baxılır və baxıldıqdan sonra qiymətləndirmə komissiyası təyin edilir. Qiymətləndirmə komissiyası keçirdikdən sonra vətəndaşlarımız hansı istiqamət üzrə daha uğurludular və yaradıcılıq qabiliyyətləri varsa, həmin istiqamətlər üzrə təlimlərə cəlb olunurlar və artıq bizim təlimlərdən yararlanmağa başlayırlar. Elə bu efirdə də fürsətdən istifadə edib Qarabağ regional birisi də Qarabağ Dost TV təkcə Bərdə rayonunda yerləşsə də ətraf rayonlarda xidmət göstərir və ətraf rayonda olan vətəndaşlarımız da müraciət edərək bu xidmətlərdən yararlana bilərlər. Benefisiarların qəbul prosesindən söz düşmüşkən onu da bildirək ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ Dost Evi filialında növbəti qəbul prosesi keçirilib, həssas əhali qruplarına aid vətəndaşların yaradıcılıq bacarıqları qiymətləndirilib və onlar müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb olunublar. Ətraflı sujetdə izləyək. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ Dost Evi filialına növbəti qəbul prosesi keçirilib. Bərdə rayonu və Tərtər şəhəri üzrə müraciət edən həssas əhali qruplarına aid 43 vətəndaşın bacarıqları qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçirilib. Yaradıcılıq potensialı müsbət qiymətləndirilən 40 nəfər müəssisədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib. Bununla da Bərdədəki Qarabağ Regional Dost Mərkəzində fəaliyyət göstərən filialın ümumi benefisiar sayı 106 nəfərə çatıb. Onlar xalçaçılıq, toxuma və tikmə, floristika, təsviri incəsənət, bədii oyma, kulinariya və musiqi istiqamətləri üzrə peşəkar təlimlərdə iştirak edərək öz bacarıqlarını təkmilləşdiriblər. Benefisiarlar həmçinin fəal şəkildə müxtəlif sərgi və konsert layihələrində iştirak edərək yaradıcılıqlarını nümayiş etdirirlər. Qarabağ Dost Evinin xidmətlərindən əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, az təminatlı ailələrin üzvləri yararlana bilərlər. Qəbul üçün Dost mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət etmək kifayətdir. Mərkəzin rəsmi sosial media hesabları və ya 142 çağrı mərkəzi vasitəsilə əlavə məlumat almaq olar. Qarabağ Dost Evinin xidmətlərindən kimlər yararlana bilər? Qarabağ Dost Evində biz həssas əhali qrupu dedikdə, yəni bizim benefisiar kimi qatılan və xidmətlərimizə yaranmaq istəyən vətəndaşlarımız, şəhid ailələrimizin üzvləri, əlilliyi, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, az təminatlı ailənin üzvləri, yəni ünvanlı sosial yardım alan şəxslərin özü və ailə üzvləri, əlilliyi təyin olunmuş şəxslər, vətəndaşlarımız, hər iki valideyni itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslər, vətəndaşlarımız bizim xidmətlərdən istifadə edə bilərlər. Sizin Qarabağ Dost Evinin xidmətlərindən yararlanan vətəndaşlarda nə kimi dəyişikliklər müşahidə edirsiniz? Bu hissədə mən istəyirəm ki, bir ətraflı məlumat verim. Kitab yazarların müəllifləri ilə biz benefisiarlarımızı kontakt görüşdürmüşük Qarabağ Dost Mərkəzində. İmza günləri keçirtmişik. Biz müxtəlif konsert proqramları təşkil etmişik, gəzintilər təşkil etmişik və bu da onun nəticəsini göstərir ki, bizim qəbul olan benefisiarlarımız ilkin vaxtdan növbəti mərhələlərdə həm təlimlərdə, həmçinin bizim belə deyək də tədbirlərimizdə və iştirak etdikcə onlar sosiallaşır, yeni dostlar tapırlar özlərinə və artıq onlar özlərini cəmiyyətdə daha dəyərli və daha faydalı hiss edirlər. Xüsusən də 50 olan vətəndaşlarımızda evdən çıxma məsələləri valideynlər bəzən evdən çölə qoymurlar və yaxud da imkanlar, bu xidmətlər əlçatan olmur, amma bizim bu xidmətdən istifadə etdikcə vətəndaşlarımız daha belə maraqlı olur onlar üçün bu xidmət və nəticəsini vətəndaşlarımız gördükcə müraciət edən vətəndaşlarımızın sayı artır. Sizin fikrinizcə yaradıcılıq, inklüzivliyin təmin olunmasında necə rol oynayır? Yaxşı sualdır. Yaradıcılıq inklüzivliyin əsas alətlərindən biridir. Qeyd etmək istədim ki, çünki yaradıcılığın dil fərqi yoxdur. Yəni yaradıcılıq fərq qoymur və artıq hər kəs bərabər şəkildə öz istedadını göstərmiş olur. Qarabağ Dost Evi Qarabağ Regional Dost Mərkəzində yerləşir. Bu yerləşmə sizin fəaliyyətinizə necə təsir edir? Qarabağ Regional Dost Mərkəzində yerləşməyimiz müsbət cəhətləri çoxdur, olduqca çoxdur. Bildiyiniz kimi Nazirliyimizin müxtəlif alt qurumları bu
Qarabağ regionu DOST mərkəzində yerləşir və yerləşdiyinə görə də həssas əhali qrupu olan vətəndaşlarımız vaxtaşırı müraciət edərək vətəndaşlarımız bu xidmətlərdən istifadə edirlər və orada olan əməkdaşlar və könüllü dostlarımız bizim xidmətlər barədə vətəndaşlarımıza məlumat verirlər və biz Qarabağ regionu DOST mərkəzində yerləşdiyimizə görə əyani şəkildə bizim proseslə tanış ola bilirlər. Digər üstün cəhətdən biri ki, Qarabağ regionu DOST mərkəzində RehaPoint xidməti var və bizim nazirliyin tabeliyində bu RehaPoint xidməti də olan vətəndaşlarımız, xüsusən 50 olan şəxslər bu xidmətdən yararlanırlar və yararlandıqlarına görə artıq orada bizim xidmətlər haqqında da vətəndaşlara məlumatlar verilir. Bu da bizim Qarabağ regional DOST mərkəzində yerləşməyimiz vətəndaşlara əlçatanlığımızı təmin edir və biz daha çox vətəndaşa xidmət göstərə bilirik. Qeyd etdiyiniz kimi, filialda əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində yeni imkanlara yol açılıb. Bəs neçə əlilliyi olan şəxs məhz sizin filial vasitəsilə işlə təmin olunub? Qarabağ DOST evində 4 bizim benefisiarımız, həssas əhali qrupuna olan, yəni əlilliyi olan şəxs var ki, bizim vaxtilə mərkəzdə, Bakıda onlar benefisiar olmuşlar və təlimləri uğurla bitirdikdən sonra artıq onlar bizdə Qarabağ DOST evində təlimçi olaraq işə başlamışlar və bu gün onlar öz bacarıqlarını, öz öyrəndiklərini bölgədə olan həssas əhali qrupuna olan benefisiarlarımıza öyrədirlər, onlara aşılayırlar. Yəni buradan göstərir ki, inklüzivlik sərhəd tanımır. Həvəslidirlərmi? Çox, olduqca işə bağlıdırlar, həvəslidirlər və bu yaxınlarda bizim əməkdaşımız, hansı ki, həssas əhali qrupunda olan bir əməkdaşımız Aybəniz İsaqovanın həmin benefisiarlarla birgə hazırladığı toxuculuq istiqamətçi, muncuqdan olan zinət əşyalarının sərgisini keçirtdik və olduqca bölgədə olan qonaqların, sərgidə iştirak edən şəxslərin diqqətini cəlb etdi. Bəli, əhali artdıqca, onların məşğulluğu təmin olunduqca Qarabağ DOST evinin benefisiarlarının sayında da artım gözlənir. Söhbətimiz zamanı qeyd etdiniz ki, benefisiarların sayı 100-ü ötüb. Benefisiarlarınızın sayı çoxaldıqca yeni planlar olurmu? Nə kimi yeni yaradıcılıq layihələriniz var? Ümumiyyətlə, yeni layihələr planlaşdırılırmı? Qeyd edim ki, benefisiar bazasının genişlənməsi, əl çatanlığı dedim ki, təmin etmək üçün biz artıq bölgədə ilk dəfə onu qeyd edeyim ki, ilk dəfə biz səyyar xidmət keçirmişik. Yəni Qarabağ DOST evi Ağdam rayonunda səyyar xidmət keçirmişik. Ağdam rayonunda baş tutan bu tədbir həssas əhali qrupunda olan vətəndaşlarımıza gün ərzində müxtəlif təlim istiqamətlərimizdə təlimçilər tərəfindən təlimlər keçirildi, master klasslar və bizim xidmətlərimiz haqqında biz onlara geniş məlumat verdik. Həmçinin biz inklüziv yaradıcılıq yarmarkası təşkil etmişik bölgədə. Bu da bir ilk yarmarkadır. Bilirsiniz, kifayət qədər əmək yarmarkaları keçir, amma bu fərqli olaraq inklüziv yaradıcılıq yarmarkası idi ki, hansı ki bu əl işləri və bizim həssas əhali qrupuna təlimçi və benefisiarlarımızın işlərinin açıq şəkildə nümayişi idi. Bu da olduqca rayonda inklüziv maarifləndirmə, inklüzivlik təşviqinə müsbət təsir edir. Biz növbəti yarmarkanı Ağdam rayonunda, Ağdam Muğam mərkəzində təşkil etdik. Növbəti layihələrimiz müzakirə olunur və onların keçirilməsi üçün də işlər aparılır. Ümumiyyətlə, DOST Yaradıcılıq Mərkəzi barədə biz danışsaq, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ayrıca bir dünyadır. Və ən çox bəyəndiyim məqam ondan ibarətdir ki, benefisiarlara, inklüzivliyi olan şəxslərə motivasiya verirlər, onları inandırırlar və onların əlindən tutub gələcəyə aparırlar, yeni üfüqlər açırlar. Siz də qeyd etdiniz söhbət zamanı ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rəsmi sosial media kanalları vasitəsilə əhali daima məlumatlandırılır, konsert proqramları barədə video çarxlar paylaşılır, digər posterlər olur. Amma DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi dedikdə mənim xüsusi olaraq maraqlandıran bir məqam var. Bu da benefisiarların uğur hekayəsidir. Əgər Qarabağ DOST evindən danışırıqsa, marağım 2 qatdır və ona görə sualım ondan ibarətdir ki, benefisiarlarınızdan birinin uğur hekayəsini bizimlə bölüşə bilərsiniz? Əlbəttə, maraqlı bizim кейslər var ki, uğur hekayələrlə bağlı, onu sizlə bölüşə bilərik. Bunlardan biri bizim şəhidimizin övladı var, bizim benefisiarımızdır. Bizdə təlimlərə gəlir, hal-hazırda təlimlərdə xidmətlərimizdən istifadə edir.
Biz onda nə belə deyək, kəşf etdik. Adı nədir? Adı Vaqifdir. Vaqif, Deməli, Vaqif bizim ən sevimli benefisiarın biridir. Ekranda da yəni ki, artıq şəkillərini görürsüz. Vaqifdə biz komandamızdan müəyyən etdik ki, Vaqifdə səs var. Vaqif oxuya bilər. Vaqifdə bu bacarıq var. İlk öncə bildirdi ki, yox, mən bacarmaram, amma həvəslidir. Daha sonra böyük bir təkidlərimizdən sonra Vaqif həvəsi var idi. Sadəcə qorxurdu ki, mən alınmaz, mən səhnədə necə çıxış edə bilərəm, insanlar gülər mənə, mən də o yaşım azdır. Neçə yaşı var Vaqifin? Vaqifin indi hal-hazırda yaşı 11 yaşı var. 11 yaş. Və hal-hazırda mən qeyd edərdim ki, Vaqif artıq ifa etdiyi ilk səhnəni bizdə konsert proqramında, bu şəkildə, görsənən şəkildə Ağdam Musiqi Kollecinin bizim benefisiarlarımız üçün Qarabağ Regional Dost Mərkəzində konsert proqramındandır. Kollecin direktoru Firuz Səxavət bəy və artıq özü də əyləşmişdi orada. Bu səhnədə çıxandan sonra Vaqif özü də qoşuldu, çox xoşuna oldu. Xudayar təsvifini oxuyurdu Vaqif. Duet şəklində ifa etdilər. Bəli, duet şəkildə ifa etdilər göründüyü kimi və o Vaqif üçün böyük bir motivasiya oldu. Peşə Fest keçiləndə Ağdam rayonunda keçirilən Peşə Festdə səhnədə çıxış imkanı oldu və Vaqif orada böyük bir kütlə var idi. Birisi Peşə Festlər insanların marağına səbəb olur və böyük bir kütlə var idi. Onun qarşısında Vaqif canlı ifa etdi. Uğurlar olsun ona. Vaqifin simasında biz sizin bütün benefisiarlarınıza uğurlar arzuluyuruq. Gəlin buraxılışımızdan istifadə edərək Qarabağ Dost Evinin xidmətlərindən yararlanmaq istəyən şəxslərə bir müraciət də ünvanlayaq. Lap yerinə düşmüş olar. Həqiqətən də biz Qarabağ Dost Evi orada fəaliyyətə başlayandan qeyd etdiyim kimi də, yəni rəhbərlik tərəfindən də tapşırılan tapşırıqlardan biri də odur ki, bölgədə bunu maarifləndirmə aparmaq. Çünki insanlar hələ ki Dost Evindən artıq zaman keçdikcə maariflənmiş olurlar, xüsusən də bölgədə. Və biz hal-hazırda bizim Qarabağ Dost Evində xidmətlərdən yararlanan Ağdam rayonu Tərtər, Yevlax, Ağcabədi rayonunda vətəndaşlarımız var, təkcə Bərdə rayonunda deyil və onlar bizim xidmətə yararlanırlar və buradan onlara çağırış eləmək istəyirəm ki, həssas əhali qrupuna, bizim kateqoriyada daxil olan vətəndaşlarımız dost mərkəzlərinə, sosial xidmətlər ayrıca yerli bölmələrə müraciət edərək xidmətlərin yaranmaq üçün müraciət edə bilərlər və əmin olsunlar ki, bütün vətəndaşların müraciətlərinə baxılır və onlar qiymətləndirmə komissiyasına dəvət olunurlar. Təşəkkür edirəm bugünkü buraxılışınız üçün. Böyük zövq aldım. Ümid edirəm bizi izləyən izləyicilərimiz üçün də maraqlı bir buraxılış oldu. Sevinirik ki, Qarabağda Dost Evimiz var və bu Dost Evi inklüzivli olan vətəndaşlarımızın inam simvoluna çevrilib. Minnətdaram sizə. Təşəkkür edirik. Qonağımızla söhbətimizdən bu qədər. Qarabağ Dost Evi iradəli və istedadlı benefisiarlar üçün uğurlu başlanğıcların təməli olsun. Onlara yeni üfüqlər açsın. Benefisiarların hər birinə nailiyyətlər arzuluyuruq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.